onlara ait değildir. Ve onlardan biri ölünün qəbirstanlığa aparıldığını görür, elə bir ki, heç nə görmür. Elə bir ki, bir heyvan aparılır kəsilmək üçün. Ona görə müsəlman özünə sual verməlidir ki, cənazəni gördüyü zaman, ona namaz qıldığı zaman və qarşısından keçdiyi zaman qəlbin yumuşaqdırmı? Bu hara gedir? Hara aparırlar? Artıq onun dünyası tamamlanmışdır. O gedən insanı zənginlik və yaxud da kasıblıq düşündürürmü? O başçı olmaq və yaxud da mülk sahibi olmaq istəyirmi? Yəni ona fayda verəcək nədir? Qəbrə getdikdən sonra. Yalnız onun etdiyi əməllərdir. Ona görə insan belə bir halı gördüyü zaman düşünməli, ibrət almalı. Əgər qəlb yumuşaqdırsa, sərtləşməyibsə, cənazəni gördüyü zaman mütləq şəkildə ibrət alır. Və bir gündə, necə ki o daşınıldığı kimi, hər birimiz daşınılacaq. İnsan qəbir əhlindən olacaqdır. Və o paltarı, yəni o kəfəni hər birimiz geyinəcək. Yəni bədənindəki paltar çıxarılacaq, yuyulacaq, yəni insana qusul veriləcəkdir. Yəni o an üçün, yəni bunu gördüyü zaman o an üçün insan fikirləşməlidir ki, hazırdırmı? Və cənazəni və yaxud ölünü gördüyün zaman ibrət aldınmı? Yəni o ölən insan cənnət bağçalarından birinə gedir, yoxsa cəhənnəm quyularından bir quyuya gedir. Əgər salih insandırsa, deyəcəkdir ki, qaddimuni, mən tez aparın. Yox, əgər salih deyilsə, qışqıracaqdır ki, ya vayli, əynə yədhəbunə, vay halıma, məni hara aparırlar. Yəni biz bundan da ibrət alırıqmı? Yoxsa qəlblərimizin yumuşalmasına mı ehtiyac vardır? Və buna görə də qəlbi sərt olan insan öz nəfsinə baxmasına, düşünməsinə ehtiyacı vardır. Ki, yəni qəlbinin sərtliyini aradan qaldırsın. Qəlbi yumuşaq olan insan, mömin insan, gördüyü hər bir şeylə, yəni ətrafında gördüyü hər bir şeylə ibrət alır. Və bilir ki, bunlar Allahdandır. Yağışı yağdıran Allahdır. Buludları hərəkətə gətirən Allah Teala'dır. Küləyi əsdirən Allahdır. Meyvələri bitirən Allah Teala'dır. Və quraqlıq da həmçinin Allah Teala tərəfindəndir. Həyat verən də odur, öldürən də odur. İnsana göz verən və həmçinin kör edən, sağlam edən, xəstə edən, zəngin edən, kasıb edən odur. Yəni bunlardan ibrət alırıqmı? Yəni bilməlisən ki, sən qulsan, Allahın qarşısında zəlilsən. Yəni insanın bunu bilməsi, yəni düşünməsi qəlbinin yumuşaqlığından xəbər verir. Amma qəlbləri sərt olanlar isə bu işlər onları maraqlandırmır. Yəni qabağında yeyiləcək bir şey varsa yeyir, içiləcək bir şey varsa içir və yaxud da məclis varsa gülür insanlarla birgə. Yəni bu həyatını yaşayır. Və huve muttecihun ilə dəril əxirə. O da axirət diyarına tərəf gecə və gündüz səfər edir. Yəni insan artıq 50 il yaşayıbsa, yəni artıq yaxınlaşıb, yəni səfərin sonu yaxınlaşıb. Yəni bəzən deyirlər ki, 20 il qət edən insan səfərini başa çatmağa artıq az qalıb və o ki qaldı 50 il, 60 il, 70 il gedən necə? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Əhdərallahu iləmrin ammarahu həttə bələğə 60 sənə. Allah Teala 60 yaşına çatdıran insandan üzrü, yəni bəhanəni qaldırmışdır. Yəni artıq insan deyə bilməyəcəkdir ki, cavanlıq məni yayındırdı. Yəni cavanlıq hamısı keçib, yəni 60 yaşına çatan insan üçün ibrət alacaq kifayət qədər ömür olub. Və buna görə insan balacalıqdan imanını qorumağa çalışmalı.
Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xutbədə oxuyardı ki, ya eyyuhellezine amenu ittaqullaha haqqa tuqati və la temutunna illa və entum muslimun. Ey iman gətirənlər, Allahdan haqqı ilə qorxun və müsəlman olmadıqca ölməyin. Yəni bu ayənin təfsirində bəzi alimlər deyir ki, insan yaxşı əməllər üzərində davamlı olmalıdır ki, yəni bir yaxşı əməldən çıxdıqdan sonra başqa bir yaxşı əmələ yönəlməli. Ölüm onu yaxaladığı zaman İslam üzərində, xeyir üzərində olsun. Və sən də bilmirsən nə vaxt öləcəksən. Yəni nə vaxt öləcəyimizi bilmirik. Gecə, gündüz. Yəni əcəl gəlib çatdısa, insan anında gedir. Görürsən, insan danışdığı zaman dünyasını dəyişən var. Çörək yediyi zaman, gəzdiyi zaman və buna görə də bu Allahla görüş üçün hazırlaşmağı bizdən tələb edir.